Bu qardaş yaxınlaşıb bizim yanımıza. Bir tərəf alandı, bir tərəf satandı. Bu qardaş alan tərəfdir. Bizim üçün fərq eləmir. İstəyir satan kim olsun, alan kim olsun, biz nə görürsə onu deyirik. Deməli, bu avtomobil 1.5 turbo benzin mühərrikdir. Ford Fusion modeldir. Bu avtomobillərdə yaxınlaşmır. Ən çox xroniki problem nədir? Alan zaman birinci bunlara mütləq diqqət olunmalıdır. Avtomobilin beynin şteykerlərini aralayırsan belə. Baxırsan, əgər burada beynin şteykerlərində yağ yoxdursa, deməli bunun karabkası salamatdır. Bu avtomobillərdə karabkada transmissiyasında görürsünüz oranı. Yağda problem olan zaman həmin bax gördüyünüz kimi baxın. Şteykerlər görürsünüz, qupqurudur. Yağda problem olan zaman həmin karabkada olan nasazlıqda olan yağ, daha doğrusu yağ problemi gəlir baxın. Bu iştepsindən bir başa beyinə bağlanır. Və onda bilinir ki, bu mühərrikin, deməli, daha doğrusu bu avtomobilin transmissiyasında, yəni sürətlər qutusunda problem var. İstəyir yağında olsun, istəyir filtrində olsun. Avtomobil sahibi də deyir ki, yeni dəyişmişəm, karabkanın beynini kimi də yoxladıq. Avtomobilin karabkasının heç bir dəyərlərində problem yoxdur. Avtomobilin orijinal yürüyüş məsafəsini də yoxladıq, o da orijinaldır. Və bundan əlavə olaraq, indi bu avtomobili biz rentgen eləyirik. Hal-hazırda. Baxın, Porsche'nin vəziyyətinə. Avtomobil uzun müddət 92 ilə sürülüb, sonradan 95 ilə sürülüb. Daimi olaraq 95 ilə sürülsə heç bir fəsadı olmaz. Cilizə baxırıq, cilizdə heç bir problem yoxdur, cilizdə iz yoxdur. Cilizdə iz olan zaman, ondan sonra ciddi fəsadlar törədə bilir. Bu isə klapanların vəziyyətidir. Gördüyünüz kimi klapanlarda normaldır. Təbii ki, bu qaralmalar 92 və 95-ə görədir. Daimi olaraq 95 ilə istifadə olunsa, bu klapanlar həmişə təmiz qalar. Belə bir problem yoxdur. Bu ikinci silindir idi. Bu da üçüncü silindir. Üçüncü silindir də göstərim. Gördüyünüz kimi. Yəni, çox bərbad vəziyyətdə deyil. Təbii ki, avtomobil neçənci ildir? 14. 2014-ün maşındır, yəni 10 ilin maşındır. 10 ilin göstəricisinə görə normaldır. Mühərrikdə heç bir problem yox. Alqı-satqı zamanı yoxladığımız deməli prosedurlar nədir? Mühərriki yoxladıq, heç bir problem yoxdur. Sürətlər qutusunda heç bir problem yoxdur. Porsche'ndə problem yox, cilizdə problem yox. Sveçalar, alışmış şamları problem yoxdur. Qaz buraxma yoxdur. Normaldır, qaydasındadır. Dinamo remen də normaldır, qaydasındadır. Qaldı bir dənə askı sistemi yoxlamaq. İnşallah askı sistemini də yoxlayıb qardaşı təhvil verəcəyik və istəsə də alan zaman alan müştəri, yəni bizdən yazılı formada zəmanət də tələb eləyə bilər ki, yazılı formada zəmanət də veririk, rəsmi peçatımızla bir yerdə, möhrümüzlə bir yerdə ki, bu avtomobili tamamilə yoxladıq və yoxladığımız, çıxartdığımız detalları cavabdehlik daşıyırıq. Bağla.